İndi isə yolumuz Argentinayadır. Belə ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Aconcagua zirvəsini fəth edib. Söhbət Sima Səfərovadan gedir və qeyd eləyək ki, Sima xanım Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilas etmə xidmətinin xilas edicisidir. Sabahınız xeyir olsun Sima xanım. Sabahınız xeyir. Sabahınız xeyir Sima xanım. Bizi eşitirsiniz? Sima xanım. Necəsiz Sima xanım? Alo, hər vaxtınız xeyir. Çox sağ olun, minnətdaram. Siz yaxşı olasınız. Siz necəsiz? Çox sağ Çox olun, sağ olun. biz də yaxşıyıq. Səsiniz hər zaman yüksəklərdən gəlsin deyirik. Sözün əsl mənası. Bəli, sözün əsl mənasında belə təəssüratlarınızı öyrənmək istəyərdik. Çox sağ olun, minnətdaram. Biraz səs uzaqdan gəlir, üzrlü sayasız. Təəssüratlarım çox gözəl. Biz missiyamızı yerinə yetirə bildik. Azərbaycan bayrağını istədiyimiz nöqtədə Cənubi Amerika qitəsinin ən yüksək nöqtəsində dalğalandıra bildik. Ona görə çox sevincliyik. Və sosial şəbəkə hesablarında da bu böyük bir canpəşanlıqla əslində bu görüntüləri gördük. Sima xanım, əslində Fövqəladə Hallar Nazirliyinin, yəni xilas etmə xidmətində çalışırsınız, amma nə qədər də olsa İlhan, əslində riskli bir hərəkət, riskli bir davranışdır və ümumiyyətlə fəth etdiyiniz zirvələr arasında ən risklisidir, hətta deyə bilərik. Ən hündürüdür, bəli. Yəqin ki, çətinliklərlə rastlaşdınız. Bəli. Bu dəfə həmişə olduğum zirvələrdən fərqli olaraq həm relyef, həm hava şəraiti, havanın sərtliyi, həm də ümumiyyətlə hündürlük fərqli idi. Lelin Qırğızstan ərazisində yerləşir. Ora mən hardasa bizə yaxındır deyə öyrəşmişəm. Amma buranın iqlimi, qitə fərqliliyi yəni çox hiss olundu və sizə deyim ki, 11 nəfərlik bizim kollektivdən cəmi 3 nəfər qalxmağa nail oldu və xanımlardan Leyla Əhmədova və mən Səfərova Sima Azərbaycan vətəndaşı olaraq ilk olduq bu bayrağı dalğalandıran bu hündürlükdə, bu qitədə. Çox gözəl, uğurlarınızın davamını diləyirik və zənginizə görə də təşəkkürümüzü bildiririk. Biz də davam eləyirik.